Xeyir olsun, biz bu 7-ci coğrafya dərsinin bölmə 7.1 məkanda iqtisadi mənzərəsinin izahına baxacağıq. Gəlin batırmadan mövzuda tanış olaq. Silikon vadisi ABŞ-ın Kaliforniya ştatında yerləşir və dünyanın ən böyük yüksək texnologiyalar mərkəzi sayılır. Dünyada ilk simsiz telefon, internet, kompüter, sosial şəbəkələr burada yaranır. Məsələn, burada Intel və HP şirkətləri silikon maddəsini istifadə edərək ilk mikroprosesorlar, yəni çipləri hazırlayıblar. Bu sayələrdə burada çoxlu sayda digər şirkətlər fəaliyyət göstərir. Hazırda Silikon vadisində yarım milyondan çox informasiya texnologiyaları üzrə, yəni IT mütəxəssisi çalışır. Onlar bura dünyanın müxtəlif ölkələrindən gəlmişlər. İndiki Silikon vadisində yerində bir vaxtlar meyvə bağları ilə məşhur olan Santa Carla dərəsi yerləşirdi. 1891-ci ildə burada Stanford Universiteti yaradıldı. Bu universitet 1951-ci ildə böyük sənaye parkının əsasını qoyaraq Silikon vadisinin texnologiyalar mərkəzi kimi formalaşmasında mühüm rol oynadı. Universitetin alimləri və məzunlar burada yeni texnologiyalara aid ideyalar həyata keçirərək ilk şirkətlər yaradılır. Zaman keçdikcə bu şirkətlər böyüyərək dünyanın ən böyük IT şirkətinə çevrildi. Mətni bura qədər oxuduq, gəlin mətni təhlil edək. Deyək ki, Silikon vadisi harda yerləşir? ABŞ-ın Kaliforniya ştatında yerləşir, yəni ölkənin qərbində yerləşir. Silikon vadisi dedik ki, Kaliforniya ştatında yerləşir və bura nə ilə fərqlənir? Ən yüksək texnologiyalar mərkəzi olaraq sayılır. Həmçinin Azərbaycanda da vadi yaradılır. Bu Qarabağ Silikon vadisidir. Yəni Qarabağda artıq yaradılır. Bunu da sizə deyim biləsiniz. Və burada ilk nələr yaradılır? Dünyada ilk simsiz telefon, internet, kompüter, sosial şəbəkələr burada yaradılır. Yəni istifadə etdiyimiz proqramların əksəriyyəti Silikon vadisində yaradılmışdır. Sonra dedik ki, burada məşhur Intel və HP şirkətləri silikon maddəsini istifadə edərək ilk mikroprosesorlar, çiplər hazırlayıblar. Yəni Intel və HP-ni yəqin ki, kompüterlərini görərsiniz. Sonra baxaq. Bu səbəbdən burada çoxlu sayda şirkətlər fəaliyyət göstərir. Hazırda Silikon vadisində yarım milyondan çox informasiya texnologiya üzrə, yəni IT mütəxəssisi çalışır. IT-nin açılışında bildiyi nədir? İnformasiya texnologiyaları mütəxəssisi deməkdir. Yəni onlar buraya dünyanın müxtəlif ölkələrindən gəlmişlər. İndiki Silikon vadisi yerində bir vaxtlar meyvə bağları məşhur olan Santa Carla dərəsi yerləşirdi. Yəni Silikon vadisində əvvəllər nə yerləşir? Santa Carla dərəsində meyvə bağı yerləşmişdi. 1891-ci ildə burada Stanford Universiteti yaradıldı. Yəni Stanford Universiteti nə vaxt yaradıldı? 1891-ci ildə. Məhz bu universitet 1951-ci ildə böyük sənaye parkının əsasını qoyaraq Silikon vadisinin texnologiya mərkəzi kimi formalaşmasında mühüm rol oynadı. Universitetin alimləri və məzunlar burada yeni texnologiyalara aid ideyalar həyata keçirək ilk şirkətlər yaratdılar. Zaman keçdikcə bu şirkətlər böyüyərək dünyanın ən böyük IT şirkətinə çevrildi. Silikon vadisi kim yaratmışdı? 1951-ci ildə Stanford Universitetinin alimləri və məzunlar tərəfindən yaradılmışdı. Gəlin fəaliyyət suallarına baxaq. A xəritəsinə əsasən, yəni bu bizim A xəritəmizdir. Silikon vadisinin coğrafi mövqeyini izah edir. Silikon vadisi fikir vericisi ölkənin qərbində Kolli dağların ətəklərində yerləşir. Ölkə ərazi dağlarla əhatə olunur, dərədə yerləşir. Yəni dərənin də termini biz dağlar keçəndə öyrənmişdik. Dərə nə deməkdir? Yəqin yadınızdadırsa. Yəni dedik ki, ölkənin vadinin ərazisi dağlıq və dərədə yerləşir. Sonra Silikon vadisinin yüksək inkişafı nə ilə izah etmək olar? Silikon vadisinin yüksək inkişafını 1951-ci ildə Stanford Universitetinin yaratdığı Stanford Universiteti orada texnologiya mərkəzi yaratdı və öz şirkətlərini burada qurdular. Bunun da nəticəsində Stanford Universitetinin alimləri, məzunları bura gələrək yeni şirkətləri və yeni kəşflər edərək ərazini inkişaf etdirməyə nail olmuşlar. Daha sonra Silikon vadisinin yaranmasında Stanford Universitetinin rolu nədən ibarətdir? Bunu müəyyən edin. Demişdik ki, 1951-ci ildə, yəni Silikon vadisində ilk mərkəzlər yaratmışdılar və bu nəticəsində alimləri və məzunlar bura gələrək yeni şirkətlər və yeni kəşflər edərək ərazini inkişaf etdirmişlər. Demək olar ki, ikinci sualdan eyni cavabı təşkil edir. 4-ə baxın, nəticə dünyanın ən böyük şirkətləri öz ofisləri Silikon vadisində yaradır. Demişdik ki, dünyanın ən güclü IT çalışanları, yəni informasiya texnologiya mütəxəssisləri Silikon vadisindədir. Yəni 1 milyondan artıq IT mütəxəssisi Silikon vadisində çalışır. Buna görə də böyük şirkətlər Silikon vadisində öz ofislərini qurmağa maraqlıdırlar.
Sizə digər şirkətlər nə üçün məhz mikroprosesordan istehsaldan sonra yarandı? Mikroprosesorlar, yəni bugün istifadə etdiyimiz telefonlar, digər avadanlıqlar mikroprosesorun sayəsi nəticəsində inkişaf etmişdir. Yəni mikroprosesorlar olmasaydı bu proqramlar, bu texnologiyalar inkişaf edə bilməzdi. Sonra dərsimizə davam eləyək. Silikon vadisi dünyanın 30-dan çox nəhəng şirkəti, Silikon vadisi dünyanın 30-dan çox nəhəng şirkəti burada yerləşir. Bu şirkət ağıllı telefonlar, elektromobillər, kompüter istehsalı, onlayn ticarət, ağıllı nəqliyyat sistemi, ağıllı bank idarə etmə sistemləri, sosial şəbəkələr yaradılmasına və digər sahələr üzrə fəaliyyət göstərir. Dedik ki, onlayn bank, sonra sosial şəbəkələr, sonra onlayn ticarət, sonra ağıllı telefonlar, elektromobillər, kompüterlər və digər bizə lazım olan, yəni günün texnologiya tələb edən məhsullar istehsal edirlər. Sonra bütün fəaliyyət sahələrinin yüksək inkişafı aid tətbiqi sayəsində mümkün olmuşdur. Yəni bütün sahələrin inkişafı, yəni informasiya texnologiya mütəxəssisi IT-nin sayəsində mümkün olmuşdur. Yəni bu cür savadlı kadr olmasaydı, yəni bugünkü müasir telefonlar və digər şeylər olmazdı. Dünyanın ən tanınmış milyarderləri Silikon vadisində yaşayırlar. Onların sahib olduğu şirkətlər müxtəlif ölkələrdə öz filialını yaradır və şirkətləri daha da genişləndirir. Belə ki, onlar yalnız ABŞ-da deyil, dünyanın müxtəlif regionlarında da iqtisadi inkişafa təsir edirlər. Hazırda dünyanın Avropa və Şərqi Asiya regionlarında da Silikon vadisi kimi mərkəzlər yaradılmışdır. Və dedik ki, yəni dünyanın ən böyük milyarderləri burada yaşayır, çünki gəlir gətirən bir sahə olduğu üçün Silikon vadisində yatırım edirlər və burada öz ofislərini qururlar. Həmçinin bununla yanaşı dünyanın digər ölkələrində də öz necə deyirlər, şirkətlərini açaraq genişləndirirlər. Yəni ABŞ-la məhdudlaşmırlar. Bunun da səbəbi ucuz işçi qüvvəsi, ucuz xammala əsasən həyata keçirirlər. Sonra dünya Avropa, yəni dedik harda yerləşir? Avropa və Şərqi Asiya regionlarında Silikon vadisi mərkəzləri yaradılmışdır. Belə mərkəzlərin çoxu ABŞ, Böyük Britaniya, Fransa və Çin, Yaponiyada yerləşir. Dedik, Silikon vadiləri ən çox harda yerləşir? ABŞ-da, Böyük Britaniyada, Fransada, Çində və Yaponiyada yerləşir. Yəni vadinin adı Silikon adlandırılmasında bir səbəbi, yəni Silikon vadisinin istifadə olunmasıdır. Yaxşı uşaqlar. Sonra dedik, hansı ölkələrdə Böyük Britaniya, Fransa, Çin, Yaponiya və ABŞ-da daha çox yerləşir. Bu mərkəzlər adi tətbiq sayəsində dünya iqtisadi inkişafında mühüm rol alır. Onlar iqtisadiyyatında mühüm sahələrini əhatə edir. Yəni dedik ki, Azərbaycanda da Silikon vadisi yaradılır. Bu Qarabağ zonasında yaradılır. Yəni işğaldan azad edilmiş ərazilərimizdə yaradılır. Yəni yəqin ki, oxumuşdunuz əvvəlki dərslərimiz. Ağrılı kənd keçmişdi Zəngilan rayonunda. Düzdür uşaqlar? Baxın, ona oxşar şeylərdə yaradılır. Sonra baxaq uşaqlar, dərsə davam edək. Altıda C şəklində təsvir edilən şirkətlərdən hansılar sizə tanışdırır, onların fəaliyyəti növlə məşğuldur. Baxın, şəkildə görürük ki, Netflix var, sonra Google var, sonra LinkedIn var, Apple var, sonra Facebook var, Yahoo var, eSport var, Pinterest var, sonra X var, yəni köhnə adla Twitter var və digər sosial şəbəkələr burada mövcuddur. Həmçinin YouTube var. Yəni bunların adları çoxunu bilirsiniz. Netflix kinoya baxmaq üçündür. LinkedIn biznes sosial şəbəkəsidir. Sonra Google bilir ki, axtarış etmək üçündür. Həmçinin də browserdir. Facebook sosial şəbəkədir. X sosial şəbəkədir. Pinterest sosial şəbəkədir. HP kompüter mikroprosesor üzrə ixtisaslaşmış bir şirkətdir. Tesla elektromobil istehsalı, eSport bilir ki, oynadığımız oyunlar var. Onlar da yəni bu kimi şirkətlər Silikon vadisində yerləşir. Sonra baxaq. Silikon vadisinin çoxlu sayda milyarderlərin yaşaması ilə bağlı ola bilər. Silikon vadisi demiş ki, gəlir gətirən bir sahədə yerləşdiyi üçün milyarderlər bura yatırım eləməyə maraqlıdırlar və öz ofislərinə güclü IT çalışanların gətirərək öz şirkətlərini daha da gücləndirirlər. Bunun da səbəbi dedik ki, burada güclü IT mütəxəssisləri olmasıdır. Sonra 8-ə bax, elektromobillərin D şəklində istehsal edilməsi insanın iş bölgəsinə necə təsir edir? Fikir versə D şəklində robotlar istehsal edir və robotların çoxalması insan gücü ilə çalışan
məhsulların istehsalına, tələbatın azalmasına gətirib çıxarır. Yəni bu da insanların gələcəkdə işsizləşməsinə gətirib çıxarda bilər. Çünki robotlar insanlardan daha sürətli və daha çevik, dəqiq işləyə bilirlər. Sonra baxarsınız, nə üçün Tesla elektromobili zavoda Şanxayda fəaliyyət göstərir. Bunun səbəbi Şanxayın əlverişli bir işçi mövqeyi olması, ucuz işçi qüvvəsi, ucuz xammalın çox olması Tesla'nın Şanxayda fəaliyyət göstərməsinə maraqlı olmasına gətirib çıxartmışdı. Sonra baxaq, D şəklində deyir. Nə üçün D şəklindəki avtomobil tələbat getdikcə artır? Nə üçün tələbat artır? Bunun səbəbi fikir verirsinizsə, artıq Azərbaycanda da elektromobillərin sayı getdikcə artır. Bunun səbəbi havaya karbon qazı az buraxır, sonra səssiz işləyirlər və insan sağlamlığı olmaz. İnsan sağlamlığına faydalıdırlar. Yəni digər məsələn benzin və dizellə işləyən avtomobillər havaya daha çox karbon qazı buraxır, səs kirliliyi yaradır, ətraf mühitə daha çox ziyan vurur. Dərsimiz bu qədər uşaqlar izlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşəndə hələlik.